harda bir türk varsa, mənim bir yazım var idi bu başlıqda. Bolqarıstanda dərc olunmuşdu illər öncə. Kırcaali Haber qəzeti var türklərin. Nerede bir türk varsa orası vatandır. Başlığı belə qoymuşdum. Harda bir türk varsa ora vətəndir. Yəni dünyanın harasında bir türk varsa ora bizim vətənimizdir. Hələ tarixi türk torpaqları ümumiyyətlə bizim vətənimizdir. O Rusiyanın içində də ola bilər. İranın içində də ola bilər. Çinin içində də ola bilər. Əfqanistanda da ola bilər. Pakistanda da ola bilər. Hindistanda da ola bilər. İndi kimsə çıxıb deyəcək, Hindistan bizə nə dəxli? Hindistan böyük Türk imperiyalarının tərkibində olub. Uzun illər. Mən həmişə bu misalı xaricilərə sual verərək çəkirəm. Deyirəm, Hindistan deyəndə ağlınıza nə gəlir? Bir abidə, bir nə bilim simvol. Deyirlər Tac Mahal. Deyirəm, kimin abidəsidir, kimin qurduğu bir şeydir? Deyir, Hind mədəniyyətinin parçasıdır. Deyirəm, Türk mədəniyyətinin parçasıdır. Çaşıb qalırlar bilməyənlərə həqiqətən. Tür necə yəni? Tür necə yəni? Babur imperiyasının abidəsidir. Tac Mahal, Mümtaz Mahalın adına tikilmiş, Şah Cahan'ın tikdirdiği 20 ilə dünyanın 7 möcüzəsindən biridir. Yəni bugün Hindistan dünyanın 7 möcüzəsindən birinə sahibdir Tac Mahal adında. Və Hindistan deyəndə ağla gələn ilk şey odur. Və onun sahibi Türklərdir. Bizim əcdadımızdır. Əmir Teymurun soyundan gələn Babur Şahın qurduğu Baburlar imperiyasının imperatorlarından olan Şah Cahan'ın hanımı uşaq doğarkən doğuş üstündə ölür. Öləndən sonra da bu o qədər kədərlənir ki, deyir ki, onun adına elə bir abidə tikdirəcəm ki, bu 1000 illər yaşasın və heç vaxt unudulmasın. Mümtaz Mahal. Qadının adı Mümtaz Mahaldır. Ona görə də Tac Mahal adında bax o məscid də deməyə, onu məscid deyəndə biraz balaca görünür. Zırıltı bir şeydir. Yəni bütün dünyada səs gətirən bir şeydir. Və onun tikənlər də kimdir? İstanbuldan Mimar Sinanın şagirdlərini gətiriblər. Həm də onu tikdirməyə. 20 ildən çox vaxt apar. Və xüsusi avadanlıqla, xüsusi materialla tikilmiş və bugün də Hindistanda bilirsiniz də tez-tez zəlzələlər olur. Evet. Özdə belə yüksək magnitude alır. Ayaqdadır o abidə. O məscid, yəni o nəhəng tarixi abidə. Və bu türklərindir. Bax, görürsünüzmü? Yəni bu coğrafiya hamısı bizimdir əslində. Yenə deyirəm, bu dəfələrlə demişəm, biz heç kimin torpağına iddia etmirik. Sadəcə olaraq, bura bizimdir, bizim. Ona görə mən həmişə deyirəm ki, bax bu türklüyümüz bizim qüdrətimizdir, gücümüzdür, çəkimizdir. Ona görə Donald Trump İlham Əliyev özünü çevirir, deyir ki, bu adamla heç kim müharibə etmək istəməz. Niyə? Çünki bir türk dövlətinin rəhbəridir İlham Əliyev. Bir türk dövlətinin. Tarix də həmişə bilib ki, türklərlə müharibə etmək olmaz. Hətta belə deyimlər var da, biz tarixdə oxumuşuq. Deyir ki, türk olmaq çətindir. Ona görə ki, bütün dünya ilə müharibə etməlisin. Türk olmamaq da çətindir. Ona görə ki, türklərlə müharibə etmək məcburiyyətindəsin. Heç kim arzu etməyib ki, türklərlə müharibə etsin. Donald Trump bu ifadəni işlədir. Hardan hara? Görürsünüzmü? Bu reallığı yaradan kimdir yenə? Yenə deyirəm, İlham Əliyevdir.